Salam əziz abituriyentlər. İndi mən sizə test toplusundan maddə miqdarı Avogadro qanunu testinin izahını verəcəm. Birinci sual. Hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutur? Deməli, burada biz baxırıq ki, maddələrin formullarını veriblər və hər birində neçə molekul kütləsi də qeyd olunubdur. Burada ən kiçik olan 17 NH3-dür. Ən böyük olan isə SO2 64-dür. Deməli, burada hər birin 100 qram götürsək, hansından daha çox götürərik? Yəni, daha çox götürəndə həcmdə daha çox olur. Burada belə deyək də, 100-ü həmin bu maddələrin emirlərinə bölək. Hansı daha böyük ədəd eləyəcəksə, daha çox ondan götürüləcək. Məsələn, 100-ü 17-yə böləndə böyük cavab alarıq, yoxsa 100-ü 64-ə böləndə, əlbəttə ki, 17-yə böləndə. 17-yə böləndə haradasa 5 tam neçə belə bir qiymət alır. Amma 64-ə böləndə 1 tam neçə. Deməli, hansına daha çox götürürlər? NH3-dən. Daha az desəydi, cavab olardı SO2. İkinci sual. Müəyyən həcm metanın kütləsi 80 qramdır. Həmin həcm azotun kütləsi neçə qram olar? Deməli, metanın nisbi molekul kütləsi 16-dır. Görək 80 qram metan neçə moldur? Neçə moldusa onu hesablayaq. Həmin qədər molda azot neçə qram eləyəcək, onu tapmalıyıq. Deməli, burada yazırıq. Əvvəlcə 80-i bölək metanın emirinə 16-ya. Bu eləyəcək 5 mol. Deməli, 5 mol burada metan var. İndi həmin həcm azot. Həcm deyəndə, yəni biz burada elə molla işləyirik. İstəyirsiniz litrlə qeyd edin. Fərqi yoxdur. Yəni, molla eləmək hal-hazırda daha rahatdır. İndi 5 mol azot neçə qramdır? 5 mol azot, 5 mol N2. Bu da olacaq 5 vurulsun 28. Bərabərdir 140. Cavab olacaq Y variantı. Üçüncü sual. Eyni şəraitdə 6 litr propanda olan molekulların sayı 3 litr asetilində olan molekulların sayından neçə dəfə çoxdur? Deməli, bilirik ki, normalda yəni həcmlər bir-birindən necə fərqlənirsə, elə molekullar da elədir. Məsəl üçün, maddələrin əgər həcmləri bərabərdirsə, molekulların sayı da bərabərdir, molların sayı da bərabərdir. Tutalım, onun həcmi bundan 2 dəfə çoxdursa, onda molekul sayı da eyni qaydada. İndi deməli, 6 litr propanda olan molekul sayı 3 litr asetilində olan molekul sayı neçə dəfə çoxdur deyəndə, elə biz 6-nı 3-ə bölsək, bunun həcmi bundan deməli 2 dəfə çox olduğuna görə, elə eyni qaydada, deməli, mol da 2 dəfə çoxdur, molekul da 2 dəfə çoxdur, həcm də 2 dəfə çoxdur. Elə cavabımız olacaq ki, B variantı. Dördüncü sualda da eyni şəraitdə 5 litr etilində olan molekulların sayı 2,5 litr asetilində olan molekulların sayından neçə dəfə çoxdur? Eyni qaydada 5-i böləcək 2,5-ə, eləyəcək 2. Deməli, yenə 2 dəfə çoxdur. C variantı. Beşinci sual. Eyni şəraitdə bərabər sayda N2 və O2 molekulları götürülür. Qazların kütlələri arasında münasibət necədir? Deməli, bərabər sayda deyir. Məsələn, 5-ci sualda bərabər sayda deyir, 6-cı sualda bərabər kütləli deyir. Bərabər sayda deyəndə, yəni bu molları da bərabər olur, molekullar da bərabər olur, həcmləri də bərabər olur. Amma kütlələri isə tutalım molları bərabərdir. Düşünək ki, 1 mol azot var, 1 molda oksigen var. Onda onların kütlələri necə müqayisə eləyərik? Əlbəttə ki, oksigenin kütləsi azotun kütləsindən çoxdur. İndi bərabər sayda deyirdi. Məsələn, 1 mol olmasın, 2 mol olsun. Bunların 2 qat qiymətləri 56, 64. Yenə də 64 56-dan çoxdur. Bir sözlə, burada oksigenin kütləsi böyük olacaq azotun kütləsindən. M oksigen böyükdür, M azot. Cavab olacaq C variantı. Amma 6-cı sualda eyni şəraitdə bərabər kütləli deyəndə, burada artıq deməli emirlərinə baxırıq ki, biri 28-dir, biri 32-dir. İkisini də bərabər kütlədə götürsək, onda birinci sual vardı, bayaqki sual. Orada hamısını 100 qram götürəndə kiçikdən daha çox götürüldü. Eyni qaydada burada da. Hər ikisini eyni kütlədə. Tutalım, hər ikisini 32 qram götürürük. Oksigeni 32 qram götürəndə ilə oksigenden 1 mol götürmüş oluruq. Amma azotdan 32 qram götürəndə, axı özünün kütləsi 28-dir. Onda 1 tam neçə götürmüş oluruq. Yəni, burada bərabər kütlədə olanda bir sözlə belə yadda saxlayaq ki, emiri az olandan daha çox götürülür. Çox olandan da az götürülür. Yəni, burada N2-nin həcmi böyük olacaq O2-nin həcmindən. Və N2 böyükdür və O2. D variantı. 7-ci sual. 5 mol H2S-də neçə molekul var? Deməli, normalda biz bilirik ki, 1 molda 6,2 vurulsun, 10 üstü 23 molekul var. Onda 5 molda da 7-ci sualda 5 vurulsun, 6,2 vurulsun, 10 üstü 23 eləyəcək. Hesablamada bir dənə diqqətli olaq. Deməli, bu eləyəcək 30,1 vurulsun, 10 üstü 23. Bu da cavablarda məsələn 3,1 olduğuna görə 3,1 vurulsun, 10 üstü 24 eləyəcək. Doğru cavab olacaq A variantı. 8-ci sual. 224 litr CO2-də neçə molekul var?
Deməli biz birbaşa tənasübdə qura bilərik litrə əsasən, yəni amma mola çevirib moldan da molekula keçid eləyə bilərik. Yəni fərqi yoxdur. Əgər birbaşa tənasüb quracaqsa, məsələn bizə litr verib molekul soruşur. Normalda biz bilirik ki 22,4 litr olanda maddəyə 6,2 vurulsun 10 üstü 23 molekula malik olur. Bəs 224 litr olsa nə qədər olar? X. Belə bir tənasüb qura bilərik biz. Hal-hazırda da buradan x-i tapsaq 6,2 vurulsun 10 üstü 24 eləyəcək D variantı. Bəs başqa nə cür yaza bilərik? Başqa cür deməli əvvəlcə mola çevirərik. 224 litr görək neçə moldu? Neçə moldu? Yəni 22,4 litr 1 moldusa 224 litrdə olacaq 10 mol. Yəni 224-ü 22,4-ə bölərik, eləyər 10 mol. İndi 1 mol Avogadro ədədidir. 1 mol 6,2 10 üstü 23 molekulsa 10 molda 10 vurulsun 6,2 10 üstü 23. O da yenə həmin qiymət 6,2 vurulsun 10 üstü 24 verir. 9-cu sual. 9-cu sualda deyir 15,8 qram natrium 2 S2O3-də olan kürd atomları sayını göstərin. Deməli bu maddənin özünün nisbi molekul kütləsini veribdir 158. Tənasüb qururuq ki, maddə 158 qram olanda içində kürd atomu sayı kürdün indeksinə baxırıq ki, 2 dənə kürd var. Atomun sayında Avogadro ədədi ilə də ifadə edirik də, yəni NA-nın qiymətinə də vururuq. Deməli 158 qram olanda burada 2 NA qədər kürd vardı. İndi NA-nı hələ ki qoymuram yerinə açıq formada, axırda qoyacam. İndi NA şəklini qeyd edirəm ki, normalda emeri 158 olanda 2 NA saylı içində kürd vardı. Bəs 15,8 qram olsa nə qədər olar? X. Buradan X nəyə bərabər olacaq? Olacaq 0,2 NA. 0,2 NA. Yəni 0,2-ni də vuraq NA-nın qiymətinə, yəni 6,2 vurulsun 10 üstü 23-ə. Deməli buradan da biz alacağıq cavabı 12,4, yəni elə vuranda birbaşa 1,204 edir, 1,204, elə 10 üstü 23-də qalır yerində. Elə 1,204 vurulsun 10 üstü 23. Doğru cavab olacaq B variantı. 10-cu sual. 0,1 mol X brom üçün kütləsi 2,67 qramdır. X-in nisbi atom kütləsini hesablayın. Deməli burada biz indi iki formada yaza bilərik də. Məsəl üçün yaza bilərik ki, əgər 0,1 molu 2,67 qramdırsa, bu maddənin 1 molu nə qədərdir? 1 molunu da taparıq 267. Ondan sonra deyərik ki, maddənin emeri 267-sə, oradan bromun kütləsini çıxıb X-i taparıq. Məsələn, belə eləyə bilərik. Yəni X plus bromda 83 obranda nə eləyir? 240 bərabərdir 267, buradan X bərabərdir 27. Belə yaza bilərik. Və yaxud birbaşa tənlik şəklində qurarıq. Tənliyimiz necə olar? İkinci üsulumuz necədir? Deməli yazarıq ki, elə mol vurulsun emer. Yəni deyəndə ki, filan mol maddə, filan qramda həmin o molu onun emerinə vurub bərabər edirik həmin kütləyə. Deməli 0,1-i vururuq mötərizədə X brom üçün emerinə, yəni X plus 240-a. Bərabər edir 2,67-yə. Bu tənliyi həll edir. Fərqi yoxdur. Yəni oradan da hesablasaq X 27-dir. Aşağıdakı yəni tənliklə də hesablasaq yenə də X olacaq 27. Cavabımız olacaq B variantı. 11-ci sual. Müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Həmin həcmin karbon monoksidin kütləsi neçə qram olar? Deməli, propanın nisbi molekul kütləsi, propan CH8-dir. Onun nisbi molekul kütləsi 44-dür. İndi 8,8 qram propan görək neçə moldur? Həcm deyəndə biz elə burada molla işləyəcəyik. Yəni onun molunu tapaq, həmin qədər molda karbon monoksid neçə qramdır, onu müəyyən edək. Deməli 8,8-i bölək propanın emerinə 44-də eləyəcək 0,2 mol. Deməli bu qədər C3H8 propan olur. İndi həmin mol, həmin həcm qədər karbon monoksid neçə qram olar? Yəni karbon monoksid CO-nun 1 mol 28 qramı. Bunu görürük. 1 mol 28. İndi o da bunun qədər olsa molu, həmin həcm. Yəni 0,2 mol olsa neçə qram eləyər? Yəni 0,2-ni vuracaq 28-ə. Bu da eləyəcək 5,6 qram. Doğru cavab olacaq B variantı. On ikinci sual. Deməli 12-ci sualda deyir 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,2 vurulsun 10-23-ə bərabərdir. X elementinin nisbi atom kütləsini hesablayın.
Deməli biz burada tənasib quracağıq. Söhbət X2 O maddəsindən gedir. Deyir 18 qram olanda bütün atomların sayı 6,2 vurulsun 10⁻23'dür. Biz də maddənin özünün emerini yazaq ki, özünün də kütləsi bu olanda, indi özünün kütləsini necə yazarıq emerin? X götürürük, indeksini 2 vuranda 2x plus oksijende 16. İndi özündə bütün atomlar deyir. Bütün atomlar, yəni həm X, həm oksigen atomu. 2x var, bir dənə oksigen var. Toplam 3 atom var. İndi biz də deyək ki, özündə də 3 atom, yəni 3 vur Avogadro ədədi. Atomu buna da vururuq da mütləq şəkildə. Deməli 3 vurulsun 6,2 vurulsun 23. İndi buradan deməli elə 6,2 vurulsun 23'lər 6 ixtisar gedir. Burada 1 qaldı. Buradan çarpaz vuranda 2x plus 16 bərabərdir. Aşağıda da 3 qalıb. 18 3'ə vuranda 54. 2x bərabərdir. Deməli 30. 30 neçə eləyəcək? 38. X də olacaq 19. Deməli x oldu 19. Bizdən də x-in nisbi atom kütləsini soruşurdu. Deməli cavabımız olacaq 19 Y variantı. 13-cü sualda deyir 1,505 vurulsun 10⁻23 sayda dəm qazı molekulu neçə qramdır? Deməli molekul verib qramla soruşur. Biz birbaşa yəni molekula əsasən qramı qoyaraq tənasib də qura bilərik. Və yaxud bu molekulu mola çevirərik, sonradan emerinə vurub kütləni ifadə edərik. Yəni birbaşa tənasiblə də yaza bilərik, belə düsturla da. Məsəl üçün tənasiblə yazsaq, birincisi dəm qazı CO-dur. Gəlin bunun emerini hesablayaq. 12 ilə 16 eləyəcək 28. Belə bir tənasib kursaq yazarıq ki, normalda yəni molekul burada 6,2 vurulsun 10⁻23 olur. Deyərik 6,2 vurulsun 10⁻23 molekul olanda bu maddənin kütləsi 28 qram idi. Bəs 1,505 vurulsun 10⁻23 olsa neçə qram olar? Belə bir tənasiblə buradan hesablasaq 4-ə böləndə 7 eləyəcək. 7 taparıq. Bəs digəri sonlar necə yazarıq? Mola çevirərik. Bu ədədi 1,505 vurulsun 10⁻23 mola çevirərik. Deməli onun üçün ikinci solu yazıram ki 1,505 vurulsun 10⁻23 mola çevirmək üçün bölərik Avogadro ədədinə. Bunlar gedir 4'də 1, 0,25 mol eləyər. Mol. İndi 1 molu bilirik ki, bayaq hesabladıq ki, CO-nun 1 molu 28 qramdır. Bəs onun 0,25 molu nə qədərdir? 0,25'i vurarıq 28'ə. Bu da 4'ə böləndə. Yenə də 7 qramı əldə edərik. 14-cü sualda eyni qaydada. İndi yenə gəlin elə o mola çevirməklə yazaq 14'ü. Əvvəlcə 9,3 vurulsun 10⁻23'ü bölək 6,2 vurulsun 10⁻23'ə eləyəcək 1,5 mol. Oksigen molekulu, yəni söhbət O2'dən gedir. O2'nin emeri nə qədərdir? 32'dir. İndi 1 mol 32 isə 1,5'i də vuracaq 32'yə. 1,5 mol neçə qramdır? Bu da eləyəcək 48 qram. Deməli 14'də də cavabımız olacaq 48 Y variantı. 15-ci sual. 1,5 mol H-xlorda cəmi neçə atom var? Deməli biz görürük ki H-xlorda normalda, yəni 1 molunda neçə atom var? İndekslərini toplayanda 1 hidrogen, 1 xlor, 2 atom, yəni 2 Na qədər. Deməli 1 molunda 2 Na qədər atom var. Bəs bunun 1,5 molunda nə qədər olar? X. 1,5'i vuracaq ki, eləyəcək 3 Na. Yəni 3 vurulsun, 6,2 vurulsun 10⁻23. 18,6 vurulsun 10⁻23. Vurulsun 10⁻23 və yaxud 1,806 vur 10⁻24 deyə bilərik. İndi burada elə cavabımız var. Ona görə götürürük C variantını. 16-cı sualda deməli deyir 4,48 litr CH4 neçə qramdır? Mola çevirək. 4,48'i bölək 22,4'ə eləyəcək 0,2 mol. İndi 1 molu görürük ki 16 qramdır. 0,2 molu da 0,2 vurulsun 16. 3,2 qram eləyəcək. D variantı. 17-ci sualda 112 litr CO2 neçə qramdır? 112 litri bölək 22,4'ə eləyəcək 5 mol.
Deməli 5 mol CO2'miz var. 5 mol CO2 neçə qramdır? 1 molu 44 qramdırsa 5 molda 5 vurulsun 44. Bərabərdir 220 qram eləyər. C variantı. 18-ci sual. 1,505 vur 10 üstü 25 sayda xlor molekulu neçə moldur? Necə çevirərik? 1,505 vurulsun 10 üstü 25'i bölərik elə 25 daha doğrusu 10 üstü 25'i bölərik Avogadro ədədinə 6,2 vurulsun 10 üstü 23'ə. Buradan deməli bunlar getsə 4 qalır. Bunlar gedəndə sürətdə 10 üstü 2 yəni 100 qalır. 100 də 4'ə böləndə 25. Doğru cavab olacaq 25 A variantı. 19-cu sual. 5,6 qram kalium hidroksid neçə moldur? Özünün 1 molunun kütləsini görürük ki 56 qramdır. Yəni 56 qram 1 moldur. İndi burada tənasüblə də yaza bilərik. Ya elə birbaşa bölüb yaza bilərik. Deyərik ki, məsəl üçün 56 qramı 1 moldur. 5,6 qram neçə moldur? 2. Bu da eləyəcək 0,1. Və yaxud elə 5,6-nı bölərik yemerinə. Elə 0,1. Yəni düsturumuz belədir. Nü bərabərdir. Kiçik M bölünsün böyük M. Yəni kiçik M 5,6-dır. Böyük M də molyar kütləsidir. 5,6-nı 56'ya bölərik. Yenə 0,1 mol taparıq. Doğru cavab D variantı. 20-ci sualda deyir ki, maddələri verib. Deyir maddə miqdarı AAA. Yəni üçü də bərabər mol miqdarındadır. Yəni molları eynidir. Biz də belə olan halda məsələn 1 mol üzərindən düşünək. İndi həcmləri müqayisə etməliyik. Mən bayaq qeyd elədim ki, əgər maddə miqdarı molları bərabərdirsə, onların molları, həcmləri, molekulları, yəni bunlardan biri bərabər olanda digəri də bərabərdir. Mol bərabərsə həcm də bərabərdir, molekulun sayı da bərabərdir, bərabər saydadır bəzən. Yəni bir sözlə burada V1, V2, o da V3-ə bərabər olacaq D variantı. Yəni burada bilirik ki, qazlar normalda onsuz da onların tutduğu həcm eyni olur. Molları eynidirsə həcmləri eynidir. 21-ci sualda 5,4 qram suda neçə molekul var? Deməli, nə edirik biz burada? Əvvəlcə mola çevirək. 5,4 qram görək neçə moldur? Bölək yerinə 18-ə eləyəcək 0,3 mol. Bu qədər su var. İndi bu neçə molekul olar? Normalda 1 mol Avogadro ədəddə 6,2 vur 10,23. İndi 0,3 molda vururuq Avogadro ədədinə. 1,806 vurulsun 10 üstü 23 eləyəcək. Deməli, Y variantı. 22-ci sualda deyir 13,8 qram kalium 2 CO2'də olan kalium atomları sayını hesablayın. Baxırıq ki, maddənin özünün emeri 138'dir. Deməli, 138 qram olanda özü. İçində kalium atomu sayı, kaliumun sayına baxırıq ki 2 dənədir. Yəni 2 Na-dırsa. İndi 13,8 qramında nə qədər kalium atomu var? X. Bu da eləyəcək 0,2 Na. Yerinə qoyuruq Na'nın qiymətini. 0,2-ni vururuq. 6,2 vurulsun 10 üstü 23'ə. 1,204 vurulsun 10 üstü 23 eləyəcək. Doğru cavab C variantı. 23-cü sual. Normal şəraitdə eyni sayda molekulları olan X2, Y4 və X3, Y8 qazlar üçün nə fərqlidir? Eyni sayda deyirsə, sayları eynidirsə, molekulları eynidir, molları eynidir, həcmləri eynidir. Yəni mol sayı eynidir. Mol sayı eynidir. Amma bunların atom sayları eyni olmaz. Məsələn, molları eyni olanda baxaq. X2, Y4, orada 6 atom var. Burada X3, Y8, 11 atom var. Yəni tutalım 1 mol, 1 mol, 2 mol, 2 mol. Atomları eyni olar? Xeyr, fərqlidir. Yəni götürəcəyik. Kütlələri də fərqli olacaq. X-dən Y-in ayrı-ayrı sayıları varsa, kütlələri də fərqli olacaq. Deməli, bunların nələri eyni olar? Mol sayı, həcmləri eyni olar. Çünki molekulları eynidir. Deməli, burada cavab olacaq 2-3 Y variantı. 24'də də yenə fərqlidir. Yenə burada da deyir ki, eyni sayda molekulları olan, ona mol sayı ilə həcm eynidir. Dedim, mol sayı, həcm, molekul, bunların biri eynidirsə digərləri də eynidir. Fərqli olan yalnız bir olacaq bir dəfə. Yalnız bir. C variantı. 25-ci sual. Mol sayıları bərabər olan karbon və kükürddən ibarət qarışığın kütləsi 8,8 qramdır. Deməli, 25-ci sualda karbon, bir də kükürt verib. Mol sayıları bərabərdir. Yəni, x mol karbon götürək, x mol da kükürt götürək. Bu qarışığın ümumilikdə kütləsi eləyəcək 8,8 qram.
Necə hesablayarıq bunların kütlələrini? Karbon kütləsini necə qeyd edirik? Karbonun bir dənəsi, yəni 1 molu 12 qramdır ayrı. İndi x mol karbon götürmüşüksə olacaq 12x. Eyni qaydada kürdün 1 molun kütləsi 32 isə x mol götürmüşüksə olacaq 32x. Bunları cəmləyirik. Bunların cəmi bərabərdir 8,8-ə. Buradan da 44x bərabərdir 8,8. X bərabərdir 0,2. Deməli 0,2 oldu. İndi bu qarşılıqda karbonun kütləsini hesablayın. Karbonun kütləsi yerinə qoyaq. 12x qədər karbon var. Molun, yəni kütləsinə vuruq da. Deməli 0,2-də vuruq. Karbonun kütləsi 12-yə. Eləyəcək 2,4 qram karbon. D variantı. Yirmi 6-cı sual. 324 qram sink oksid neçə moldur? Deməli, burada 26-cı sualda 324-ü sink oksidin emerinə 81-ə böləcək. Bu da eləyəcək 4 mol. Çox sadə bir sualdır. Yəni, emerinə böləndə, ümumi kütləni böləndə molyar kütləyə biz onu mola çevirə bilirik. 27-ci sualda deyir 0,2 mol kristal hidrat verib bizə. Natrium sulfat ruhusunun 10 molekusu. Deyir, birləşməsində neçə mol atom var? Deməli, belə deyək də, əvvəlcə 1 molunda olan atomların sayını toplayaq, ondan sonra 0,2-yə vurarıq. 1 molunda, natrium 2SO4-də neçə atom var? 2 natrium, bir dənə kür, 4 oksigen, elədi 7. 7 plus H2O-da neçə atom var? 2 ilə 1, 3 atom var. Ona da vuranda olacaq 30 atom. Deməli, 30-da bu. Cəmi 37 atom var. Amma hələ 1 molunda 37 atom var. Bizdən də soruşur ki, 0,2 molunda neçə atom var? 0,2-ni də vururuq 37-yə. Eləyəcək 7,4 atom. B variantı. Eyni qaydada 28-də. Əvvəlcə 1 molda hesablayaq. 1 maqnezium, 1 kür, 4 oksigen, elədi 6. Deməli, 28 hesablayırıq. Olacaq 6 plus. Suda 3-dür. 7-yə də vuranda 21. Cəmi olacaq 27. Yenə 0,2 mol dediyinə görə 0,2-ni 27-yə vuranda eləyəcək 5,4. Cavab olacaq D variantı. 29-cu sual. X və Y müəyyən edin. Mola çevirməliyik bir sözlə. Maddələrin kütlələrin verib, aşağıda da emirlərin veribdir. Və CH6-nı deməli, nə edəcəyik mola çevirmək üçün? Buradan X tapanda 90-ı böləcək özünün emirinə, yəni 30-a. Bu eləyəcək 3 mol. X elədi 3, Y də bərabərdir. 56-nı böləcək emirinə 28-ə. Bu da eləyəcək 2 mol. Y də elədi 2, 3, 2. B variantı. Burada da deməli həcm verib molla istəyir. Deməli həcmi də mola çevirmək üçün 22,4-ə böləcək. Deməli 30-cu sualda əvvəlcə 33,6-nı, yəni x-i tapmaq üçün yazıram x bərabərdir. 33,6-nı bölək 22,4-ə. Bu eləyəcək 1,5 mol. Y də bərabər 44,8-i bölək 22,4-ə. Bu da eləyəcək 2 mol. 1,5, 2, C variantı. Yəni normalda mola çevirmək üçün düstur belədir də. Nü bərabərdir. V bölünsün V molyar. V onların verdiyi həcmdir. V molyar məxrəci 22,4-dür. Yəni həmişə 22,4-ə bölərək biz burada tapa bilərik də molu. Sonra 31-ci sualda deyir hansı münasibət doğrudur? Burada bizə hidrogenin kütləsini verib AAA. Yəni bu deməkdir ki, burada hidrogenlərin kütlələri bərabərdir. Deməli hidrogenlərin sayları bərabər olubdur ki, hidrogen kütləsi də bərabər olub. Gəlin hidrogenlərin sayını bərabərləşdirək. Birincidə 4 hidrogen var, ikincidə 2-də, üçüncüdə 6-dır. Gəlin bunlara əkok tapaq. 4, 2, 6, 12-yə gətirək hamısını. 12-yə gətirmək üçün CH4-dən 3 mol götürsək, 3 dəfə 4-ün 12 hidrogen eləyər. Tutalım A olsun 12. Yəni 12 hidrogen həm də 12 qram hidrogen deməkdir. İndi bu kütlədir. A'lar 12-dir tutalım. İndi deməli CH2-də 12 eləmək üçün 6 mol götürək bu maddədən 6 fişin 12. Digərindən 2 mol götürsək 2 dəfə 6-dan 12 olar. Götürdüyümüz mollar uyğun olaraq elə N1, N2, N3-dür. Yəni 3-dür, 6-dır, 2-dir. Bu götürülən mol miqdarlardır. İndi bunları müqayisə eləməliyik. N2 böyükdür N1-dən, o da N3-dən. 2, 1, 3. Doğru cavab B variantı. 32-də də eyni qaydada yenə hidrogen kütləsi eyni olmaq üçün biri 6, biri 2, biri 3-dür. Hamısını 6-ya gətirək. Birincidən 1-ni götürək. O birisinin 3-ünü götürsək 6, bundan da 2-sini götürsək 6. Yəni 1, 3, 2 və bu müqayisə eləsək, deməli 2 böyükdür 3-dən, o da 1-dən. B variantı doğrudur.
33-cü sual. Deməli, maddə hidrogen, kütləsi 8, mol sayıda, x, həcmdə y. Deyir, x və y hesablayın. Deməli, hidrogeni əvvəlcə mola çevirmək üçün və x-i tapanda burada 8-i böləcək hidrogen emirinə, ayrına yox ha, söhbət H2-dən gedir, 2-yə böləcək. Bu eləyəcək 4 mol, x-in qiyməti oldu 4. 4 mol maddə neçə litrdir? Elə buradan keçid eləyək də. 1 mol 22,4 litrsə, 4 molda 4 vurulsun 22,4 litr. Yəni 89,6 litr. Bu da y-in qiymətidir. Y-in qiyməti 89,6, o birisi 4, Y variantı. 34-də də yenə, deməli, eyni qaydada əvvəlcə 42-ni bölərik molunu tapanda, yəni x-i tapanda. 42-ni böləcəyik n2-yə, n2-nin kütləsinə, n-in yox, n2-nin, yəni 28-ə. Bərabər olacaq. Böləndə, üstünə də 14 gələndə 42, 1,5 eləyəcək. Aha, 1,5 mol, indi 1,5 mol maddə neçə litrdir? 22,4-ə vururuq, eləyəcək 33,6 litr. Doğru cavab olacaq A variantı. 35-ci sual. Hansı maddənin 1 molu normal şəraitdə 22,4 litr həcm tutur? Deməli, baxırıq ki, burada ərimə və qaynama temperaturlarına fikir veririk. Yəni, biz nə axtaracaq burada? İlk öncə onu deyək. Hansı aqreqat halıdır ki, 1 molu normal şəraitdə 22,4 litr həcm tutur? Əlbəttə ki, qazların. Qaz. Deməli, biz qaz axtarmalıyıq. Burada ərimə qaynama temperaturlarını veribdir maddələrin. Qazların ərimə və qaynama temperaturu çox-çox aşağı, mənfi olur. Burada əriməsi və qaynaması mənfi olan Z maddəsi qazdır. Bizim cavabımız olacaq yalnız Z. Belə. Məsələn, X burada ərimə mənfidir, qaynama müsbətdir. O artıq maye olar. Y-də hər ikisi müsbətdir, əriməsi də qaynaması da. O da bərk aqreqat halıdır. Yəni, get-gedə artır. Qazda ən aşağıdır ərimə və qaynama. Ona görə cavab olacaq yalnız Z, Y variantı. 36-cı sual. İnşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azot, 21% oksigen və 1% CO2 qazlarından ibarətdir. Yəni, karbon qazından. Zalın həcmi 400 kubmetr olarsa, havada olan oksigen qazının həcmini hesablayın. Çox sadə bir sualdır. Yəni, özü fakt deyir ki, filan faizi azot var, filan qədər oksigen, filan qədər karbon qazı var. İndi zal özü də 400 kubmetr. İndi deyil nə qədər oksigen var. Oksigen neçə faiz vermişdi? 21%. İndi 400-ün 21%-ni tapırıq. Deməli, 400-ü vururuq 21-ə bölürük 100-ə. 84. Cavab olacaq 84. C variantı. 37-ci sual. Deyir, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helyum qazı, digərini isə karbon qazı ilə doldurur. Demək, helyum kütləsi, buradan bir dənə qeyd edək, 37-ci sual. Demək, helyum kütləsi air helyum 4-dür, karbon qazı da emir CO2. 12-nə 32, 44-dür. İndi deyir ki, hər iki şarın həcmi eynidir və içərisindəki qazların temperaturları bərabərdir. Helyum və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasında doğru münasibəti müəyyəndir. Bunların sıxlıqlarını müqayisə etmək üçün, elə ümumiyyətlə qazların sıxlığını yadda saxlayın. Elə onların kütlələrinə, yəni molyar kütləsidir, airidir, emiridir. Buna görə müqayisə edirik. Hal-hazırda görürük ki, CO2-nin kütləsi 44-dür, helyumda 4. 44 4-dən böyükdür. Onda onun sıxlığı da böyük olacaq. Nəyə görə sıxlıq deyəndə biz kütləni müqayisə edirik? Çünki sıxlığın düsturu ρ bərabərdir, m bölünsün v-dir. İndi mən hər birində ρ-nu hesablasam, tutalım birində 4-ü böləcəm 22,4-ə, digərində 44-ü böləcəm 22,4-ə. Məxrəclər onsuz da eynidirsə biz bunu müqayisə edəndə yenə 44 4-dən böyük, yəni yenə sağdakı cavab soldakından böyük olacaqmı böləndə də? Bəli, məxrəcləri eynidir. Ona görə bölməyin mənası yoxdur. Yəni biz sıxlığı müqayisə edəndə söhbət qazlardan gedir ancaq. Orada ilə molyar kütlələri müqayisə edirik. Yəni, ρ CO2 böyük olacaq ρ helyumdan. Doğru cavab olacaq burada, deməli, B variantı. – 38-ci sual. Deyir, kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməklə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birini helyum qazı, digərini azot qazı, deməli, birini helyum
helyum, birini azot N2. Digərini, o birini isə oksigen qazı ilə doldurur. Kütlələrin qarşısını yazaq. 4 budur, 28 budur, 32 də budur. Daha sonra şarlar havaya buraxılır. Təcrübə zamanı məlum olur ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Deməli, biz burada ilk öncə onu qeyd edək ki, şarları deməli havaya buraxanda, orada havanın orta molyar kütləsi 29-dur. 29-dan kiçik kütləli olan şar, içindəki həmin qazın kütləsi əgər 29-dan aşağıdırsa, havadan yuxarı qalxacaq. 29-dan aşağı yuxarı olan, ağır, böyük kütlədə olan düşür aşağı. 29-a yaxın olanda havada qalır, belə deyək. İndi helyum olan 4. Əlbəttə ki, uçub gedəcək. Yəni yuxarı qalxacaq. İndi bizə deyir ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Yuxarı qalxmayan burada oksigen olacaq. X oksigendir, indidən onu qeyd edək. X oksigendir, çünki 32-dir, 29-dan yuxarıdır. Sonra Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır, Y helyum olacaq. Y helyum. Z qazı ilə dolu olan şar isə azca yuxarı qalxıb dayanır. Çünki 28 ilə 29-a yaxın bir ədəddir də. Ona görə azca qalxır, amma dayanır. Deməli, Z-də olacaq N2. Oksigen, helyum, N2. Doğru cavab olacaq D variantı. 39-cu sual. Karbon qazının verilmiş həcmlərinə uyğun olanları müəyyən edin. Deməli, biz burada uyğunlaşdıracağıq. Gəlin belə edək. Gəlin hər birin mola çevirək. Elə bu litrləri də mola çevirək. Kənarda yazılan molekul qram, onları da mola çevirək. Söhbət karbon qazından, CO2-dən gedir. Deməli, 4,48 litr eləyəcək 0,2 mol. Neynədim? 23,4-ə böldüm. 8,96-da 22,4-ə bölünə 0,4 molda bu eləyəcək. 11,2-də 22,4-ə bölünə 0,5 molda bu eləyəcək. Hamısını deməli molla hesabladıq. İndi gələk sağ tərəfdə molekullara baxaq. Gəlin onları da bir dənə mola çevirək. Ən yaxşısı budur. Və deməli birinci 2,408 vurulsun 10 üstü 23-ü mola çevirsək, bölərik Avogadro ədədinə. 10 üstü 23-lərə gedər. 0,4 eləyər. Birinci 0,4-dür. İkinci 1,204 vurulsun 10 üstü 23-ü bölək Avogadro ədədinə. Altdan %2 vurulsun 10 üstü 23-ə. Bunlar gedəndə bu gedəndə 0,2 eləyəcək. Sonra deməli üçüncüsü 3,1 vurulsun 10 üstü 23-ü bölək 6,2 vurulsun 10 üstü 23-ə. Hamısı mola çevirik. Burada da 0,5 mol eləyəcək. Sonra 8,8 qramdır, 17,6-dır. Bunları da çevirək. Qramı da mola çevirəndə emerinə böləcək. Deməli 8,8-i böləcək CO2-nin emeri 44-dür. 44-də. Bu da 0,2 mol eləyəcək. 5-ci, axırıncını eləyək. 17,6. Bunu da bölək emerinə 44-də. 0,4 molda böləyəcək. Artıq biz uyğunlaşdıraq burada. Deməli, birinci 0,4. Birinciyə baxaq. Orada Rum rəqəmi ilə olan birincidə neçə mol tapmışıq? 0,2. İndi 0,2 olanlar hansılardır burada? 2 ilə 4. Birinciyə 2 ilə 4 aid olacaq. Belə uyğunlaşdıraq. Sonra 0,4. İkinci Rum rəqəmi 0,4-dür. Yəni 0,4-ü görək hardan almışıq? 1-də almışıq. Bir də 5-də. Deməli, ikinciyə 1, 5. 0,5-i də hansında almışıq? 3-də almışıq. Sadəcə 3-də. 2, 4, 1, 5, 3. Cavab olacaq Y variantı. Yəni, ən yaxşı uyğunlaşdırma budur. Yəni, hər biri mola çeviririk. Uyğun gələnləri də bir-birindən, yəni eyni qiymətlərdə uyğunlaşdırırıq, götürürük. 40-cı suala baxaq. 40-da bizə deyir ki, 0,2 mol, deməli, yenə kristal hidrat verib bizə. Deyir, bu birləşmədə neçə mol atom var? Bayaqki sualdan yenə. Deməli, əvvəlcə özünün atomun sayını tapırıq. Mis SO4-də 1 mis, 1 kükürt, 4 oksigen. 6 atom burada var. 6 atom burada var. Sonra 5 mol suda da, 1 mol suda 3 mol, 5-ində də 15 mol atom var. Bu eləyəcək 21 atom. İndi 0,2 molunda nə qədər eləyər? 1 molunda 21-dir. 0,2-də vuruq 21-ə. 4,2 atom. Deməli, doğru cavab olacaq A variantı. 41-də bizə verib 6,2 vurulsun 10,23 sayda atomu olan XY4 birləşməsi neçə moldur? Deməli, burada atomu deyir. Yəni, bu qədər molekulu olan, molekul desəydi 6,2 bölər deyil Avogadro ədədinə 6,2 deyərdik 1 moldur. 1 mol deyil, bu atomu deyir. Belə bir tənasüb quracaq. Deyirik ki,
6 tam onların verdiğini yazırım. 6 tam %2 vurulsun 10 üstü 23 atom olanda neçə moldu? Buna x mol. Özünün də atomu indekslərini toplayırıq. Bir dənə x, 4 y var. 5 atom. 5 vur Avogadro ədədi. Yəni 6 tam %2 vur 10 üstü 23. Belə olanda neçə moldu? 1 mol. Yəni belə deyək də 1 mola 5 vur 6 tam %2 vur 10 üstü 23. Şimdi neçə mola 6 tam %2 vur 10 üstü 23 olar? Buradan bunlar x-a gedir. X bərabər olacaq. Deməli 1-i 5-ə bölün. 0 onda 2 mol. Deməli doğru cavab olacaq D variantı. Yəni bu bizdən atomu verib, molekulu verməyib. Ki, məsələn, burada bəzən şagirdlər 1 mol düşünür ki, bu qədər o molekul. Molekul olanda 1 mol atom deyir. Yəni bunun indeksinə vurulmuş halıdır. Eyni qaydada 42-ci sualda yenə bax bu qədər atom neçə moldur? Birinci gəlin öz molun deyək, öz atomun deyək. Baxırıq ki 1, 3, 4 atom var. 4 vurulsun 6 tam %2 vurulsun 10 üstü 23 atom olanda 1 mol olur bu maddə. Və sadəcə 6 tam %2 vurulsun 10 üstü 23 olsa neçə mol olar? 2. Buradan da 1-i 4-ə 0 tam %25 eləyəcək. A variantı. 43-cü sualda deyir ki, A2B4 birləşməsinin 0 tam %25 molunda cəmi neçə atom var? Deməli, 1 molunda indekslərini toplayırıq. 2 ilə 4-ün cəmi 6 atom var. Yəni 6 ena. Birində 6 ena. 0 tam %25-ində 0 tam %25 vurulsun 6 ena. Enanın da qiymətini yerinə qoyaq. Vurulsun 6 tam %2 vurulsun 10 üstü 23. 43-ə baxırıq hal-hazırda. 43. Deməli, hesablasaq bunu. 6-nı 6 tam %2 vuranda 36 tam %12 eləyəcək. Onu da elə bir 4-ə böləcək. 9 tam %3 eləyəcək. Deməli, bu eləyəcək 9 tam %3. 10 üstü 23 qalır yerində. Belə. Deməli, cavabımız olacaq 9 tam %3 vur 10 üstü 23 A variantı. 44-də də deməli, eyni qaydada. 1 molunda neçə atom var? A, B, 3-də. 1 A var, 3 B var. 4 dənə atom var. 1 molunda 4 atom varsa 0 tam %25 molunda da 0 tam %25 vurulsun 4 ena. Yəni enanda yazırıq burada əlbəttə ki atomun sayıdır. Enada 6 tam %2 vurulsun 10 üstü 23. 0 tam %25-i 4-ə vuranda 1 eləyir. Elə 1 də bu ədədə vuranda elə olacaq 6 tam %2 vurulsun 10 üstü 23. A variantı. 45-ci sualda, bayaq da bu sualdan biri var idi. 2 cür yolla yazmışdım. İndi ilə sadəcə bir dənə münasibət quracam. Deməli 0 tam %5 mol X2O3 birləşməsinin kütləsi 5,1 qramdır. Burada elə nə edəcək? 0 tam %5-i vururuq X2O3-ün emirinə, yəni 2x plus 48-ə 16 vuranda 48. Bərabər edirik 5,1-ə. Yəni molun vuranda emirə bu kütləyə bərabər olmalıdır. Bu tənlikdən x tapırıq. Əvvəlcə 2x plus 48-i tapsaq, buna məhsul vuruq kimi baxsaq, 5,1-i bölək 0 5-ə. Yəni 510-u bölək 5-ə. 102. 2x bərabərdir 54, x də bərabərdir 27. Doğru cavab olacaq Y variantı. Altıncı sual. Deməli, qazların formulunu verib, mol sayıları AAA, yəni bərabər mol saydadır və atomlarını müqayisə etməli. Elə 1 mol üzərindən düşünək də, yəni 1 mol, 1 mol, 1 mol. İndi bunların atomların sayı toplayaq indekslərin. XH3-də 1 ilə 3-ün cəmi 4 atom var, yəni N1 4 olacaq. X2Y-də 2 ilə 1-in cəmi 3 atom var. XY2-də 1 ilə 2-in cəmi yenə 3 atom var. Deməli, N1 böyükdür, amma N2 ilə N3 bir-birinə bərabərdir. 1 böyükdür, 2, 3 bərabərdir. D variantı. 47-ci sual. Hansı maddələrin 0,5 molunda 1,806 vurulsun 10-24 sayıda atom var? Deməli, gəlin görək, hesablayaq. Deməli, 0,5 molunda gəlin bu Avogadro ədədinə bölək. Bu ədədi əvvəlcə bir tam sayı adi molla hesablayaq. 1,806 vurulsun 10 üstü 24-ü bölək 6 tam %2 vurulsun 10 üstü 23-ə. Bu eləyəcək elə 3 mol. İndi bizə deyir 0,5 molunda. Deməli, tapdıq ki, bu 3 mol deməkdir. 0,5 molunda 3 mol atom varsa, biz də görək maddənin 1 molunda nə qədər atom var. X qoyaq tapaq. Bu da eləyəcək 6 atom. 6 mol, yəni 6 mol atom.
6 mol atom, baxaq görək hansı maddənin indekslərini toplayanda 6 edir. Həmin cavabı götürəcəyik. 1-də deyil, 2-dədir, bu deyil, budur, 5 deyil. Doğru cavab olacaq 2, 4. Yəni nədir? Ən yaxşı üsulla, yəni qısa getməsi üçün, hesablama rahat olması üçün verilən molekul sayını mola gətirdik, böldük Avogadro ədədinə, elədi 3 mol. Yəni bu maddənin 0,5 molunda 3 mol atom var. Yəni bunun yarısında 3'ü var. Bəs bunun birində, bütövündə neçə atom var? 6 atom var deməli. 6 atom olanları götürdük. Sonra 48-ci sualda bizə deyir ki, hansı maddələrin 0,5 molu 11,2 litr həcm tutur? İndi burada belə deyək də 0,5 mol 11,2 litr həcm tutursa, 1 molu da 22,4 litr həcm tutur. Yəni bizdən istədiyi odur ki, burada hansılar qaz halındadır? Onu demək istəyir. Yəni dolayı yolla onu soruşmaq istəyir. Qaz halında olan maddələri. Yəni normalda qaz halında olan maddələrin 1 molu 22,4 litr olur. Onda onun 0,5 molu da 11,2 litr olur. Qaz halında olanlar hansılardır? Brom mayedir, xlor qazdır, yod bərkdir, oksigen qazdır, bir də ozon qazdır. Doğru cavab 2, 4, 5. 49-cu sualda deyir, hansı maddələrin 1 molunda eyni sayda atom var? Gəlin formullarını yazaq. Oksigen O2, su H2O, azot N2, argon ilə argon. Hansında eyni atom var? Əlbəttə ki, 1 ilə 3-də. Çünki hər ikisində 2 atom var. Suda 3 atom var, argondakı 1 atomdur, tək atomludur. Deməli, doğru cavab 1, 3. Sonra 50-ci suala baxaq. Deməli, burada bizə verib həcmi 22,4 litr, atomların sayı B. 22,4 litr olanda CO, yəni 1 mol deməkdir də. Qarşısına yazıram 1 mol. 1 mol olanda, yəni CO. Burada atomun sayı nə qədər olur? İndekslərini toplayaq. 1 karbon, 1 oksigen. Yəni 2 atom var. Yəni B-nin qiyməti 2-dir. Yəni fakt 22,4 litr 1 mol deməkdir. 1 molunda neçə atom var maddənin? Molla desək. 2. Na-nı yazmıram da. 2 Na da yaza bilərik. Amma sadəcə Na onsuz da burada gedir. Burada bizə lazım olan NH üçün həcmidir. X-i tapmalıyıq. Elə 2 yazdım. Onda aşağıda da B-nin yerini 2 qoyanda 2-ni bölür 2-yə bərabərdir 1. İndi bu NH üçün neçə litrində 1 atom olar, 1 mol atom olar? Bax, o litri tapmalıyıq. Neçə litrində 1 mol atom olar? Gəlin tənasib quraq. NH üçün özü 22,4 litr olanda, bax, NH3 maddəsi 22,4 litr olanda neçə atom olur? İndekslərini toplayanda 1 azotla 3 hidrogen 4 mol atom olur. İndi neçə litrində, yəni x litrində də 1 mol atom olsun. Axı biz B bölünsün 2-ni 1 tapmışıq. Buradan x bərabər olacaq. Deməli 5,6 litrə. Deməli burada cavabımız olacaq x-in qiyməti 5,6. Və 51-də həmin qaydada. Deməli 51-də ilk öncə aşağıdakı maddəni işləyəcək. Əvvəlcə C2H2-nin 11,2 litrində neçə atom var? Gəlin tapaq. Deməli yazırıq ki, C2H2 normalda 22,4 litr olanda, burada C2H2-də indekslərini toplayanda 4 mol atom olur. Bəs 11,2 litr olsa neçə atom olar? Bir A yazırıq onun qarşısındakı A-nı. Buradan da A bərabərdir 2 tapırıq. Deməli A-mız 2-dirsə, yuxarıda da 2A-da yerinə qoyanda 2A-da olacaq 4. İndi NO maddəsinin atomun sayı 4 olsa həcmi nə qədər olar? İndi NO üçün bir tənasib quraq. Normalda NO-nun atomların sayı yazırıq ki, NO normalda 2 mol atom olur. 2 olanda həcmi 22,4 litr olur. İndi olsa atomların sayı 4 mol. Onda həcm neçə litr olar? X litr. Buradan da x bərabər olacaq 44,8 litrə. Deməli x-in qiyməti oldu 44,8. 51-ci sualda. 52-ci suala baxaq. Deyir, boş halda birinci və ikinci qabların kütləsi eynidirsə, M-i hesablayın. Deməli, sol və sağda. Baxırıq ki, ümumiyyətlə tarazlıq vəziyyətindədir. Deməli, solla sağda cəmi eynidir də, bərabərlik olmalıdır. Birinci bu qabda 1 mol H2 var. Yəni 1 mol H2 2 qram deməkdir. 2 qram bu qabda var, belə deyim. Bu 2 ilə M-in cəmi bərabərdir 0,5 mol CO2-in cəminə. Çünki solla sağda tarazlıq vəziyyətdədir də. 0,5 mol CO2 nə qədərdir? CO2-nin M-ini hesablasaq, kənardan yazıram. Emir CO2 bərabərdir 44-dən. 44. 1 molu 44-dürsə, 0,5 molu da indi lövhədə yazıram. 0,5-i vururam 44-də. 22 qram. 22 qram CO2 var. Bu qabda, yəni burada 22 qramdır maddə. Deməli, 2 ilə M-in cəmi 22-yə bərabərdir. 2 plus M bərabərdir 22. Çünki tarazlıq halındadır da. Burada da M bərabər olacaq 22-dən 2-ni çıxanda 20-yə.
Deməli, M-in qiyməti olacaq 20. Bizdən də M-i soruşurdu. 53-cü sualda bizə qaz qarışığını verib və bizə deyir X-i müəyyən edin. Molekulun karbon atomları sayı AAA, yəni karbonların sayı bərabərdir. Deməli, maddələrimiz bir dənə qeyd edək. CH4, C2H4, C4H2. Burada karbonların sayı hamısı eyni olmalıdır. Məsəl üçün, hamısını 4-ə gətirsək, 4. Bundan ikisini götürsək 4 olar, bundan birini götürsək. Cəmi neçə mol götürmüş olduq? 4, 2, 1, 7 mol. Nə verib bizə cədvəldə? Qazların ümumi mol miqdarı 7. Elə həqiqətən düz mol götürmüşük, düz seçim eləmişik. İndi bəlkə 7 verməyib, məsəl üçün verib də 14. Onda mən məsəl üçün toplayanda 7 alsaydım, deyərdim ki 7 olanda məsəl üçün mən 4 mol metan götürmüşəm. 14 olanda 8 götürərdim. Bunu 2-ni 4 götürərdim. 1-i 2 götür, 2 qatını götürərdik də bir sözlə. Yəni sonra əlaqələndirə bilərik. Hal-hazırda elə gördük ki, üst-üstə düşdü. Bizim seçdiyimiz mollar elə doğru mollardır. Karbon, niyə mən bunları bu molları yazdım? Çünki karbon sayı bizə AAA verib. Yəni karbonu eyniləşdirdim. Hal-hazırda hamısında 4 karbon var. Hal-hazırda 4 karbon var. 4 karbona gətirdik, yəni biz bunları. İndi deməli, burada qarışığın kütləsi 178 qramdır. Qarışığın kütləsini də necə hesablayırıq? Hər maddəni öz molunu öz emirinə vurub toplayırıq. Deməli, molların uyğun olaraq emirlərinə vurub toplasaq 178-ə bərabər olacaq. Gəlin eləyək. Deməli, 4-ü vuraq CH4-ün emirinə, yəni 16-ya. 16-dır bunun kütləsi. 2-ni vururuq C2H4-ün emirinə, yəni 28-ə. 1-i də vururuq C4H2-in emirinə. C4H2-in emirində mötərizədə yazaq. Karbon 12-nin 4-ə 48 plus 1 də X-ə 2. Bu cəm nəyə bərabərdir? 178-ə. Bu tənliyi həll edirik. Qarşının kütləsi cəmi 178. Sadəcə burada X məlum deyil, onu tapıraq. Deməli, 4-ü 16-ya vuranda yazıram 64, 56 plus 48 plus 2 bərabərdir 178-ə. Deməli, bu eləyəcək 60, 120, 148, 168, X də olacaq 10. Deməli, bizdən X soruşurdu. Elə X-in də qiyməti olacaq 10. Növbəti suala baxaq. 54-cü sual. Uyğunluğu müəyyən edin. Deməli, burada qramla molekulları uyğunlaşdırmalıyıq. Ayrı-ayrı da maddələrdir. Elə ən yaxşısı, hal-hazırda sağ tərəfdə verilən molekulları gəlin mola çevirək. Onları mola çevirsək, artıq hər maddənin də qramları da hətta burada mola çevirək. Bayaqkına oxşuyur. Sonra da uyğunlaşdıraq. Məsəl üçün, elə birinci qramları mola çevirsək, birinci 5,6 qram deməli. Azot 5,6-nın azotun emirinə, yəni 28-ə, 14-ə yox, yəni N2-nin kütləsi 28-ə bölürük, 0,2 mol edir. Qarşısına yazıram, 0,2 budur. Sonra 2,2-ni CO2-nin emirinə 44-ə bölürük, emiri 44-dür. Bu da eləyəcək 0,5 mol. 0,5 mol da budur. Sonra 2,8-i CO-nun emirinə, yəni 28-ə bölürük, 0,1 mol da bu eləyəcək. Bunlar ki bildik. İndi gələk molekullardan mola çevirək. Deməli, A variantında 1,204 vurulsun 10 üstü 23-ü bölürük 6,2 vurulsun 10 üstü 23-ə. Burada eləyəcək 0,2 mol. A oldu 0,2. B variantı 3,1 vurulsun 10 üstü 23-ü bölsək 6,2 vurulsun 23-ə 0,5 eləyəcək. Biraz yəni şifahi də deyə bilərik bunu. C variantında C-ni lap yazaq. 1,505 vurulsun 10 üstü 22-ni bölsək 6,2 vurulsun 10 üstü 23-ə. Burada bunlar gedəndə məxrəcdə 4 qalır. Bunlar gedəndə məxrəcdə 10 qalır. 1 bölünsün 40. 1 bölünsün, düz böldüm, bir dənə baxım. 1,505-dən bu 4,2 qalır. Aha, 10 üstü 22, məxrəcdə də 10 üstü 23. Burada da 10 qalır. Biri də deməli 40-a bölür. Biri 4-ə böləndə 0,125, ona da böləndə 0,1000-25 eləyəcək. Deməli 1000-də 25 eləyəcək. Bu axı uyğun gəlmədi. Heç birinə uyğun gəlmir. Bir dənə də diqqətli olaq burada. Yox, elə düz bölmüşəm də. Heç birinə aid olmayacaq onda. Deməli 0,1000-də 25 eləyir. Yəni fakt belə eləyir də. Yəni indi digərinə baxaq, D variantına. D variantı ilə şifahidə 6,2 vurulsun 22-nə 6,2 vurulsun 23-ə bölürük. Görürük ki, burada məxrəcdə 10 qalır. 10-da 1, 0, 10-da 1 eləyəcək.
Y variantında deməli 3 tam %1 yazaq. Yeni yazaq. 3 tam %1 vur 10 üstü 22'ni 6 tam %2 vur 10 üstü 23'e bölürük. Buradan 2 qalır. Burada 10 qalır. Biri də 20'ye bölürük. 0.5 0 tam %5. Böylece 0 tam %5. C'nin qarşısına 0 tam ində 25 belə. Deməli C heç birinə aid deyil. İndən silək. Deməli birinci 0.2 olan 0.2 olan hansıdır? 1'ə A. Bax burada yollaşdıram. 1'ə A. 2 0 tam %5 olan 2'ye olacaq Y. 3 isə 0.1 olan 3 olacaq D. Deməli 1'ə A, 2'ye Y, 3'ə D. Belə yollaşdırıq. Sonra deməli yenə eyni qaydada 55-ci suala baxırıq. 55-ci sualda da verilən litrləri bir dənə mola çevirək. Yenə molekula hər ikisini mola çevirməliyik. Ən yaxşı elə hər ikisini mola çevirmək. 6,2 vur 22 eləyəcək 0,1 mol. Böləndə 6,2 vur 23'ə. İkinci 1,806 vur 13,23'ü bölsək 6,2 vur 13,23'ə 0,3 mol eləyəcək. 9,3 vur 13,23'ü böləndə həmin o 6,2 vur 13,23'ə. Bu da 1,5 mol eləyəcək. İndi gələk digərlərinə sağ tərəfə. 6,72'ni 22,4'ə bölsək 0,3 mol eləyər. 33,6'nı 22,4'ə bölsək 1,5 mol eləyər. 66'nı bu qramdır. 66'nı böləcək CO2 nömrərinə 44'ə. 1,5 mol da bu eləyəcək. 9,6'nı böləcək SO2 nömrərinə 64'ə. Bu 1,5 yox. 0,15 eləyəcək. Bu heç birinə aid olmayacaq bu arada. Y variantı 3,2'ni də oksigen kütləsinə 32'yə bölürük. 0,1 də bu eləyir. İndi uyğunlaşdıraq. Deməli, 1, 2, 3. 1'ə aid olacaq 0,1 olan. 0,1 olan hansıdır? 1'ə Y. 1'ə Y'dir. 0,3 olan 2'yə A'dır. 1,5 olan da həm B'də var, həm də C'də. Həm B, həm də C. D'də heç birinə aid deyil. Doğru cavab deməli 1Y, 2A, 3B, C.